Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa yönəldilir. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında və sınaq qrupları haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sualımız belədir ki, avtomobil 1392 km yolun bir hissəsini 72 km/saat sürəti ilə, ikinci hissəsini isə 96 km/saat sürətlə getmişdir. Yolun ikinci hissəsində avtomobil birinci hissəsindən 4 saat artıq vaxt sərf etmişdirsə, yolun birinci hissəsini neçə saata getdiyini tapın. Burada yolumuz məlumdur. S bərabərdir 1392 kilometr. V1 də məlumdur 72. V2 də məlumdur 96 kilometr. Amma deyir ki, yolun ikinci hissəsində avtomobil birinci hissəsindən 4 saat çox zaman sərf edib. Deməli, zamanlarımız nədir? 72 ilə gedən avtomobil x saata gedib üzərinə, 96 ilə gedən avtomobil isə 96 ilə gedən avtomobil x plus 4 saat zaman artıq sərf eləyib və ümumi yolumuz nə qədər olacaq? 1392 kilometr. 72-ni vurarıq x ilə 72x üzərinə 96x. Bir də 96-nı 4-ə vursaq 384 bərabərdir 1392-yə. 168x bərabərdir 1392-dən 384-ü çıxacam, qalacaq 1008 kilometr. X də nəyə bərabərdir? 1008-i bölər 168-ə 6 saat. Deməli, birinci hissəyə x ilə getdiyinə görə 6 saata gedəcək. Doğru cavab 6 olacaq. Keçək növbəti bir suala. 2 nömrəli sual. Deyir ki, aradakı məsafə 144 kilometrdir. İki motosikletçi eyni zamanda eyni istiqamətdə başlayan, birinci motosikletçinin sürəti 56 km/saat, ikincinin sürəti isə 38 km/saatdır. İkinci motosikletçi birincidən qabaqdadır. Birinci motosikletçi ikinciyə neçə saatdan sonra çatacaq? V1 məlumdur 56. V2 də məlumdur 38. Eyni istiqamətdə olan sürətlər çıxılır. Yəni 56-dan çıxacam 38-i. Aradakı fərq 18 kilometrdir. Və bizə deyir ki, neçə saatdan sonra görüşərlər? Aradakı 144-ü bölürük 18-ə. Bu da bizə verir 8. 8 saatdan sonra bu şərti tamam etmiş olacaqlar. Keçək növbəti suala. Bərabərsizliyi ilə bağlıdır. 18 kiçikdir 9x minus 9 kiçikdir bərabərdir 63 ifadəsində x-in ala biləcəyi ən böyük natural ədədlə ən kiçik natural ədədin hasilini tapın. Deməli, çıxma əməli olduğuna görə hər tərəfin üstünə 9 gəlir. Amma olur 27 kiçikdir 9x kiçikdir bərabərdir 72-dən. Və hər tərəfi 9-a bölsək 3 kiçikdir x-dan, x də kiçikdir bərabərdir 72-ni 9-a bölsək 8-dən. X-in yerində ən kiçik natural ədəd 4 olacaq, ən böyük natural ədəd isə elə 8-i götürərik. Niyə? Çünki kiçikdir bərabərdir işarəsi var. Və bunun da deyir ki, bizə hasilini tapın. 4-ü vurarıq 8-ə 32.
Doğru cavab E variantında qeyd olunubdur. Növbəti bir sual. Deyir qutuda 16 ağ, 10 qırmızı, 8 yaşıl və 6 qara kürəcik var. Təsadüfən qutudan çıxarılan bir kürəciyin yaşıl olması ehtimalını tapın. Biz bu tiplərdə neçə rəngimiz var? 16 ağdır, 10 qırmızıdır, 8 yaşıldır, 6 qaradır. Qara. Hamısını toplayırıq. 40 ədəd şarımız var. Kürəciyimiz var. Və bizdən şərtdə nəyi soruşur? Yaşılları. 40-dan 8-i bizə lazımdır. Bu da ixtisar gedər hər tərəfə olacaq 5-də 1. Doğru cavab olacaq A variantı. Növbəti bir sual. Deyir ki, mötərizə 42 vur. Aç mötərizəni 5 vur. 18 çıx 4 vurulsun 3. Üstə gəl 20 böl 5 böl 2 üzərinə 10. Hesablayın. Və burada biz necə yazmalıyıq? İlk öncə mötərizənin içərisinə baxaq. 4-ü 3-ə vursam 12 edəcək. 12. 18-dən 12-ni çıxsam 6. 6-nı 5-ə vursam 30. 30 ilə 20-ni toplasaq 50. Sonra keçək 1-1 yazaq. 42-ni vuraram 50-yə. Bizə verəcək 2100. 2100-ü bölürəm nəyə? 5-ə. Olur 420. 420-ni bölürəm 2-yə. Və 210. 210-un da üzərinə 10 gəlirəm. 220. Doğru cavab olur C variantı. Növbəti sual kater məsələsi ilə bağlıdır. Deyir, kater çayın axını ilə 210 km yolu 6 saata getdi. Çayın axma sürəti 6 km/saat olarsa, kater 5 saatı çayın axınına qarşı neçə kilometr yol gedər? Çay məlumdur, 6-dır. 210-u bölürük 6-ya. Düşür 35. Deməli, kater plus çay bizə verir 35-i. Amma deməli, bizə lazımdır ki, geri sürət axına qarşı. 35-dən 1-6 çıxıram kater. Bir də 6-nı çıxacam axına qarşı. Oldu 29. Yəni kater çıx çay bərabərdir 29. Deməli, katerin öz sürəti olur. 29-dan da 6-sını çıxsaq olacaq 23. Aha. 23 qalacaq. Kater çıx çay 23. Zaman da var 5 saat. 23-ü də 5-ə vuraram. Bizə verəcək 115 kilometr. Doğru cavab D variantında qeyd olunubdur. Növbəti sual 7 nömrəli sualdır. Uzunluğu 60 metr olan məfdili əyərək kvadrat düzəltdilər. Alınan kvadratın sahəsini tapın. Burada məfdil əyilib kvadrat düzəlsə, deməli bunun perimetri 60 metrdir. 60-ı 4-ə bölsək 15 metr. Yəni kvadratın hər tərəfi olur neçə? 15 metr. Biz 15-i də 15-ə vursaq, sahə olacaq 225 metr kvadrat. Doğru cavab olur B variantında. Növbəti sual 8 nömrəli sualdır. Deyir, kvadratın daxilinə çevrə çəkilmişdir. Bu çevrənin radiusu ən kiçik 2 rəqəmli tək ədəddən 3 vahid kiçikdir. Kvadratın sahəsi neçə santimetr kvadratdır? Demək, burada baxaq. Ən kiçik 2 rəqəmli tək ədəd deyir bizə. Deməli, ən kiçik 2 rəqəmli tək ədəd 11-dir. 11-dən də 3 çıxsaq 8 qalır. Radius 8-dirsə, burada 8 olacaq. Və bizdən soruşur ki, kvadratın sahəsini tapın. 8 üstə 8 gəlsək, 16 kvadratın tərəfi. 16-nı da 16-ya vurarıq. 250.
6 edəcək. Doğru cavab olacaq A variantında. Növbəti bir sual. 3758 qəpik neçə manatdır? Manat və qəpikdir. Ümumiyyətlə bu tipli suallar ibtidai sinif müəllimləri üçün istifadə olunur. Biz bilirik ki 1 manatımız 100 qəpikdir və bunu 100-ə bölərik. Olacaq 37 manat 58 qəpik. Doğru cavab deməli A variantında qeyd olunub. Növbəti sual 10 nömrəli sualdır. 4 ardıcıl tək ədədin cəmi 496-dır. Ədədlərdən ən böyük ilə ədədi ortasının cəmini, rəqəmləri cəmini tapın. Deməli, biz burada ədədlərimizi tapaq. X, x plus 2, x plus 4, x plus 6. Və nəticə nəyə bərabərdir? 496-ya. Ən böyük ilə. İndi ən böyüyünü tapaq. X-larımız olur 4x plus 12 bərabərdir 496. 4x özü bərabərdir 496-dan 12 çıxsa 484-ə. X də bərabərdir 121-ə. Birinci ədədimiz 121, 123, 125, 127. Ədədlərimiz bunlardır. Və ədədi ortasında deyir bir də. 496-nı bölərik 4-ə, bizə 124 verəcək. Ən böyük 127-dir. 127 ilə toplayıram 124-ü. Nəticə olur 251. 2 üstəgəl 5 üstəgəl 1. Bizə nə verir? 8 verir. Rəqəmləri də cəmi oldu. D variantında 8. Bu tipli videoların davamlı olmasını istəyirsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.